Show MTV. Ailəvi kino həvəskarları üçün daha bir maraqlı ekran işi təqdim olunub. Cinemaster-Card Premium kinoteatrında Minyonlar və Bədheybətlər animasiya filminin qapalı nümayişi keçirilib. Tədbirdə uşaqların ən çox marağına səbəb olan Minyon obrazının böyük kuklası olub. Balacalar sevimli qəhrəmanla şəkillər çəkdirib, rəqs edib, animatorların hazırladığı oyun və müsabiqələrdə iştirak ediblər. Rəngarəng dekorasiyalar, şirniyyatlar, dondurma və furşet tədbirə xüsusi ab-hava qatıb. Qapalı nümayişdə tanınmış simalar da övladları və nəvələri ilə birlikdə iştirak edərək ailəvi kino bayramına qoşulublar. Minyonlar və Bədheybətlər animasiya filminin tədbiridir, qapalı tədbiridir. Gördüyünüz kimi burada qonaqlarımın arasında uşaqlar da var və qeyd eləmək istəyirəm ki, həmən film 3 dildə bizdə nümayiş olunacaq. Rus, Türk və İngilis, həmçində 4DX formatında. İllərdir gözləyirdik ki, Minyonların yeni bir hansısa animasiya filmi işıq üzü görsün. Çünki köhnə Minyonlara baxmaqdan artıq hamılıqla yorulmuşduq. Uşaqlar baxırdısa biz də avtomatik olaraq onlara qoşulurduq. Bugün isə çox maraqlı və yeni bir animasiya filminin təqdimatına gəlmişik. O gün olsun bizdə də, bizim animatorlarda özlərində bir güc toplasınlar, maliyyə vəsaiti toplasınlar və dünyaya çıxacaq bir işlə bizi sevindirsinlər. O Minyondur, mən də o Minyon, nədir o? O bəd kişi var, pis kişi var, oyam. Mən belə özündən razı, belə oldusa adam görməmişdi. Mən də donuzam. Donuzam deyim. Donuzam. Amma şirin sənsən. Mən həmişə şirinəm. Hamıya tövsiyə edirik. Doğrudan da bu Minyonlar illərdir ki, uşaqları sevindirir və neçə uşaqlar artıq onların üzərində böyüyüb, hamını gözləyirik. Mən onu sevirəm, çox sevirəm. Nəvələrimə söz vermişdim ki, Minyonların yeni bir bölümü olacaq. Onlar səbirsiz bugünü gözləyirdilər. Cinemaster-Card'a mən təşəkkür edirəm ki, uşaqlar üçün bu cür əyləncə təşkil edirlər və arzu edirəm ki, kinoteatrla gedən filmlərin hamısı Azərbaycanda səsləndirsin. Çünki övladlarımız təmiz Azərbaycan da danışmağı bacarsınlar. İki ən böyük arzum var. Biri, o cizgi filmləri geri qaytarılsın, yəni Azərbaycanda istehsal olmuş cizgi filmlər olsun. Və bir arzum var ki, uşaqlar üçün çoxlu filmlər çəkilsin. Azərbaycan qəhrəmanlarından, nağıl qəhrəmanlarından uşaqlar üçün çoxlu filmlər çəkilsin ki, bizim uşaqlarımız öz nağıllarımızı da bilsinlər və onunla böyüsünlər. Əyləncə proqramından sonra qonaqlar Minyonlar və Bədheybətlər animasiya filmini böyük ekranda izləyiblər. Minyonlar və Bədheybətlər filmi artıq Cinemaster-Card kinoteatrlar şəbəkəsində nümayiş olunur. Animasiya filmi Türk, Rus və İngilis dillərində, həmçinin 4DX formatında təqdim olunur. Yeni animasiya filmi ailəvi istirahət sevənlər üçün maraqlı kino təcrübəsi vəd eləyir. Kinosevərlər sevimli qəhrəmanlarının yeni macəralarını artıq Cinemaster-Card kinoteatrlarında izləyə bilərlər. Show MTV.